Salamlar gənclər. Keçən dəfə verdiyimiz reklamın hal-hazırda analizin gəl birlikdə edək. Biz ümumi günlük 20 dollardan reklam vermişdik, amma bizim ümumi balans olaraq 10 dollarlıq balans artırmışdı. Çünki minimum 10 dollar balans artırmaq mümkün idi. Onun üçün də bu formada bizim yəni 10 dollara bir reklamımız gedib. Dekabr ayının 23-də. Və burada da nələri müşahidə edə bilərik? Baxırıq ki, məsələn də CPM nəticələri 0,22 dollar göstərir. 0,22 dollar ümumiyyətlə CPM olaraq aşağı bir rəqəmdir və ümumiyyətlə platforma arasında müqayisə etsək, istər Meta olsun, Meta deyəndə ümumiyyətlə Instagram olsun, Facebook olsun, LinkedIn olsun, bu kimi sosial media platformalarında yəni bu rəqəm, yəni bu CPM əldə etmək heç də asan deyil. Yəni çox aşağı bir rəqəm. Düzdür, biz YouTube və GDN-lə müqayisə etsək, yəni YouTube bir sosial media platforması deyil tam olaraq və GDN-də bir third party veb saytların içərisində yerləşdirəcək reklamlara baxsaq, onlarda daha ucuz baş gəlir CPM. Amma CPM də ümumiyyətlə reklamın 1000 dəfə göstərilməsi üçün çəkilən xərcdir və ümumiyyətlə platformalarda rəqabət səviyyəsini göstərir. Yəni sizin hədəflədiyiniz auditoriya nə qədər çox insan hədəfləyirsə, bir o qədər də CPM miqdarı da daha yuxarı olur. Bu da onu göstərir ki, TikTok bazarı boşdur reklamlarda. Orada daha çox reklam vermək lazımdır Azərbaycan üçün. Yəni daha çox reklam verərək müəyyən bir nəticələr əldə edə bilər. Hal-hazırda boşdur bazar. Buradan da 45 minlik biz bir impression əldə eləmişik. Klikimiz 286 olub. Conversionımız 130. Burada landing page view qoymuşduq, səhv eləmirəmsə. Landing page view da 130 olub. Yəni 286 klik olsa belə reklama, oradan gəlib bizim saytımıza çıxan cəmi 130 nəfər olub. Yəni gedib səhifənin tam şəkildə görülməsi. CTR-ımız 63% olub. Normalda daha yuxarı ola bilərdi. Orada video biz dark post kimi yerləşdirmişdik. Həm də ki o başqa bir, yəni unikal bir video deyildi. Hamının bildiyi videolardan biri idi. Video idi və əyləncə xarakterli idi. Belə gəlin siz videonun özünə birbaşa baxaq. Bu belə bir video idi. Bunun 213 like, 3 dənə komment, 32 nəfər save eləyib, 88 nəfər isə bir-birinə göndərir. Bu kifayət qədər yaxşı bir nəticədir ümumiyyətlə bir reklam üçün. Və bu indi satış postlarında təbii ki, özün forma göstərməz, amma ümumiyyətlə TikTok platforması daha çox gülməli, yəni daha çox məzə üzərinə qurulmuş bir platforma və çalışmaq lazımdır ki, orada daha məzəli janrlarda biz ümumiyyətlə videolar istifadə eləyək və həm də paralel şəkildə product placementimizi eləyək, məhsulumuzla bağlı müəyyən bir işarələr göstərək, onun satılmasını təmin edək. Bu da belə. Ümumiyyətlə bizim əlavə olaraq buradan daha dərin formada TikTokun tədrisini biz öz kursumuzda, yəni digital marketing kursumuzda tədris həyata keçiririk. Saytımıza daxil olaraq rahatlıqla müraciət edə bilərsiniz. Mənə Instagram üzərindən, LinkedIn üzərindən, Facebook üzərindən rahatlıqla yazıb digital marketing kurslarımıza qoşula bilərsiniz. TikTok dərslərimiz bu qədər hələ ki. Ola bilər ki, yeni əlavələrimiz olsun. Sağ olun, özünüzə yaxşı baxın. Rahatlıqla Babaxan Məlikli yazaraq siz məni istənilən platformada tapa bilərsiniz. Sağ olun, görüşmək ümidi ilə.